İncəsənət bəzən insanlara müəyyən ideyaları, fikirləri öz əsərlərində gizli formada çatdırmaqdır. Tarix səhnəsində elə şəxslər olmuşdur ki, onlar öz incəsənət əsərlərində yerləşdirdiyi bəzi görüntülərdə bir sıra gizli mesajlar vermiş, insanlara nəyisə çatdırmaq istəmişdirlər. Bunlara misal olaraq John William Waterhouse'un Charlotte'un xanımı, Caravaggio'nun Utid'in Holofernesi öldürməsi əsərlərini göstərmək olar. Bu dahi şəxslərdən biri də Salvador Dali'dir. Salvador Dali 1904-cü il doğumlu İspan rəssamdır. Dali'nin çəkdiyi rəsm əsərləri insanlarda böyük maraq oyatmışdır və onu dövrünün ən məşhurlarından biri etmişdir. Dali'nin ərsəyə gətirdiyi rəsm əsərlərinin bir çoxu özündə dərin məna daşıyır. Rəssamın bir sıra əsərlərinin altında gizlənmiş gizli ideya açığa çıxsa da, bəzi əsərləri öz sirrini hələ də qoruyur. Bunlardan biri də ölkəmizlə bağlı olan geopolitik uşaq yeni insanın doğulmasına baxır adlı rəsm əsəridir. Əfsanəvi rəssamın 1943-cü ildə çəkdiyi rəsm əsəri öz sirrini hələ də saxlamaqdadır. Rəsmdə böyük yumurtaya bənzəyən qlobus yer alır. Şimali Amerika ərazisində yeni insan yumurtadan çıxmaq üzrə mübarizə aparır. Yumurtanın çatlamış yerindən qan axır. Yeni insanın əli İngiltərənin üzərində bərkiyib. Ön tərəfdə isə yetkin bir şəxs və uşaq onları müşahidə edirlər. Tədqiqatlarda qadın kimi təsvir olunsa da, şəkildəki şəxsin cinsiyyəti əslində naməlumdur. Bu şəxs yeni insanın doğulmasını uşağa göstərərkən barmağını qlobusda düz Bakı şəhərinin üzərinə qoyur. Rəsmlə bağlı bir çox tədqiqatçıların araşdırmaları var. İlk olaraq əsərin 2-ci Dünya müharibəsinə parodiya olunduğu fikri yer alır. Belə ki, rəsmdə axan qan yeni dünyanın qan üzərində qurulacağına, Şimali Amerikada doğulan insanın isə müharibədən sonra ABŞ-in yeni dünya lideri olacağına işarə olunduğu deyilir. Rəsmdə Avropanın sıxışdırılması və yeni insanın əlinin altında qalması Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarının təsiri altında qalacağına işarətdir. Cənubi Amerika və Afrikanın şişirdilməsi isə 3-cü dünya ölkələrinin əhəmiyyətinin artacağına işarətdir. Belə ki, hazırda Venezuela neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanını da üstələyir. Rəsmlə bağlı bəzi faktlar deşifrə olunsa da, oradakı adamın barmağı ilə Bakını işarə eləməsi hələ də öz sirrini qoruyur. Bəziləri hesab edir ki, Salvador İspanca xilaskar mənasını verdiyi üçün rəssam öz əsəri ilə buna diqqət çəkməyə çalışır. Belə ki, dünyanı xilaskar edəcək Mehdinin, xilaskarın Bakıda doğulacağına işarə olunduğu deyilir. Lakin əsərin adından da məlum olunduğu kimi, əsər coğrafi-siyasi xarakter daşıyır. Ona görə də bu fərziyyənin qəbul olunması elə də inandırıcı deyil. Hazırda bu mövzu ilə bağlı ən inandırıcı versiya isə yeni dünyanın neft üzərində qurulacağıdır. Əsər 2-ci Dünya müharibəsi illərində çəkildiyindən, həmin illərdə də Sovet İttifaqında neft hasilatının 75%-nin Bakı tərəfindən verilməsi bu versiya ilə uyğunlaşır. Rəsm haqqında bir çox fikir irəli sürülsə də, əsər hələ də öz sirrini qoruyur.